Salam, hər vaxtınız xeyir olsun kanalımın dəyərli izləyiciləri. Xoş gördük sizləri. Mən Gülşən Nəşimova. Bugün sizlər üçün kurikulumda 2025-ci il, yəni bu il MİQ və sertifikasiyada bizi gözləyən sual tiplərindən danışacağam. Ümid edirəm ki, izahım hər kəs üçün faydalı bir izah olacaq. Əgər kanalıma abunə olmamısınızsa, izahlar yerləşdiriləndə xəbərdar olmursunuzsa, mütləq şəkildə aşağı hissədə abunə ol var. Həmin işarəyə toxunub kanala abunə olun ki, izahlar paylaşılanda görəsiniz. Həmçinin də bu tip izahların ardının gəlməyinə bir növ vasitəçi olmaq istəyirsinizsə, ətrafınızda MİQ-ə, sertifikasiyaya hazırlaşan müəllimlərə mütləq şəkildə bu izahları göndərməyi unutmayın. Son olaraq əlaqə nömrəmizi də xatırladım və keçək testlərimizin izahına. 055 280 59 24. Qeyd edim ki, hal-hazırda bizim sıfırdan yeni qruplarımız açılır. Tam sürətli şəkildə imtahan kontekstini əhatə edəcək. Əsas sizlərə lazım olacaq mövzular üzərindən dayanaraq testlərə tətbiq vasitəsilə açılacaq yeni qrupumuz olacaq. Əgər qoşulmaq istəyirsinizsə, əlaqə nömrəsini xatırlatdım. 055 280 59 24. İndi gəlin keçək testlərə. Birinci sualımız çox asan bir sualdır. Şərtdə qeyd olunub ki, nərdivanı başqa nə üçün istifadə etmək olar? Burada bizdən təfəkkürün növünü soruşur. Deyək ki, bu situasiyada təfəkkürün hansı növündən şagirddə formalaşdırılır? Təbii ki, nərdivanı başqa nə üçün istifadə etmək deyəndə, burada hər kəsin öz yaradıcı bir fikri olacaq. Məsələn, mən deyəcəm ki, nərdivanı bu cür, başqası deyəcək bu cür və yaxud hər hansı bir nəyisə tətbiq edəcək. Edəcək və bunu alındıracaq. Yəni, bu yaradıcılıqdır. Hər kəsin öz beyin məhsulu. Hər kəsin öz beyin məhsulu necə fərqli olduğu kimi, bu da nərdivanı da istifadə edən zaman biz fərqli fikirlər irəli sürəcəyik. Bu da olacaq yaradıcılıq. Yəni, bizim kreativliyimiz, yaradıcılığımız. Doğru cavab olacaq D variantı. Keçək digər testə. Bu sualımız kurikulumun prinsipi ilə bağlıdır, qeyd edim. Şərtdə qeyd olunub ki, müəllim feilin şəkilləri mövzusunu tədris edir. Bu mövzunun şagirdlər tərəfindən necə mənimsədiyini müəyyənləşdirmir. Deyir, müəllim hansı pedaqoji tələbi pozur? Baxın, mövzunu keçir. Lap yaxşı, lap əla, mövzunu keçir. Lakin mövzunun şagirdlər tərəfindən necə mənimsədiyinə fikir vermir. Yəni, bunu müəyyənləşdirmir. Təbii ki, nə edir müəllim bu zaman? Şagirdlərin potensialını nəzərə almır. Şagirdlərin potensialını arxa planda saxlayır, bilavasitə belə deyək. Maraq, potensial arxa plana atılıbsa, şagird arxa plandasa, təbii ki, şagird yönümlülük pozulub. Biz demişik axı, fəal təlimdə əsas məsələ şagirdin marağıdır. Şagirdin potensialıdır. Yəni, əsas məsələ şagirddir. Ona görə doğru cavabımız olur A variantı. Keçək digər suala. Bu sualımızda situasiya tiplidir. Şərtdə qeyd olunub ki, müəllim direktorun övladı olduğu üçün dərs prosesində Zeynəbi daim diqqətdə saxlayır. Deməli, Zeynəb direktorun övladıdır. Ona görə müəllim də onu diqqətdə saxlayır ki, ay aman birdən direktorun xoşuna gəlməz. Bax, belə bir situasiyadır. Sonra ardına oxuyaq. Digər şagirdlərə az vaxt ayırır. Bu zaman etik davranış qaydalarından hansı pozulmuş olur? Baxın, bilavasitə müəllim burada nə etdi? Qərəzsizlik etdi. Yəni, Lori desək, artıq şagirdlə, digər şagirdlərlə qərəz etdi. Bunları bir növ digər şagirdi birindən ayırdı. Burada ayırma varsa, dinindən, cinsindən, irqindən, milliyyətindən, etnik mənsubiyyətindən asılı olmayaraq hər şagird biz üçün eyni olmalıdır. Bu olur müəllimin etik davranış qaydalarından qərəzsizliyi. Burada müəllim qərəzsizliyi pozub. Plus da pedaqoji prosesin təşkili prinsiplərindən isə təhsildə bərabər imkanların yaradılması. Niyə bərabər imkanların yaradılması? Çünki burada da bilavasitə müəllim şagirdlər üçün eyni imkanı, eyni şəraiti yaratmayıb. Yəni, bir növ belə deyək ki, bir şagirdi digər şagirddən seçib. Yəni, hər şagird üçün bərabər imkanı yaratmayıb. Ona görə doğru cavabımız olacaq D variantı, qərəzsizlik və təhsildə bərabər imkanların yaradılması. Baxın, məsələn, A-da da qərəzsizlik var, lakin ikinci yazıb ki, pedaqoji prosesin tamlığı. Axı, tamlıq bu demək deyil. Tamlıq bu deməkdir ki, müəllim həm öyrədir, həm tərbiyə edir, həm də inkişaf elətdirir. Düzdür, tamlıq budur. Axı, bu situasiyanın oyuna əlaqəsi yoxdur. Burada öyrətməkdən, inkişafdan, tərbiyədən söhbət getmir. Bilavasitə situasiyada baxan kimi görünür ki, bir ayrı-seçkilik hadisəsi var. Ona görə D variantı oldu. Keçək digər suala. Rubriklə bağlı bir sualdır. Qeyd edim ki, rubriklər bizim formativ qiymətləndirməmizin əsas tərkib hissəsidir. İndi bizdən nə soruşur? Baxaq. Holistik və analitik rubriklərə aid olanları ayırt etməyimizi istəyir. Baxaq. İndi A-nı oxuyaq.
A-da yazıb ki, şagird bacarıqlarının ayrı-ayrılıqda qiymətləndirilməsi ilə inkişafını dəyərləndirir. Bəli, bax ayrı-ayrılıqda söhbəti varsa, qoy altından xətt çəkək. Məhz bu sözə görə olacaq holistik qiymətləndirmə. Çünki holistik qiymətləndirmə tez başa gələn qiymətləndirmədir və çox vaxt itirmirik bunun sayəsində. Deməli, birə götürdük A-nı, bir də götürürük deməli C-ni. Çünki dedik axı tez başa gəlir qısa müddət. Deməli 1AC olacaq. 2-yə baxaq. Deyir, əsasən sorğular testlər əsasında aparılır. Bir də olacaq D. Qiymətləndirmə çox vaxt tələb edir. Analitik qiymətləndirmə analizə əsaslanır. Yəni hər şey xırdalığına kimi bu qiymətləndirmədə analiz edilir. Ona görə olacaq. Deməli 1AC, 2BD, yəni D variantı. Keçək digər testə. Qeyd edim ki, bu sual nəzəriyyələrimizdən olan Piaget nəzəriyyəsinin tərkib hissəsinə aid olan bir sual tipidir. Şərtdə qeyd olunub ki, oxuduğu əsərdəki müsbət obrazları qruplaşdırmağa başlayır. Baxın, müsbət obrazları qruplaşdırır deyir. Əgər şagird müsbəti, mənfini seçməyi bacarırsa, yəni artıq bir növ yaxşını, pisi görə bilirsə, bu müəyyən bir yaşa gəlib deməkdir. Loru dildə desə, artıq ağlı kəsir deməkdir. Bu da olacaq konkret əməli. Çünki şagird müsbəti, mənfini bir-birindən seçə bilirsə, ayırd eləmə bacarığı varsa, bilavasitə bu konkret əməldir. Çünki müəyyən bir proses vaxt keçib, müəyyən bir yaşa dolub ki, artıq bunları seçə bilir deməkdir. Yox, əgər desəydik ki, şagird məhdud ümumiləşdirmələr aparır, onda ilkin əməli olardı. Bəzən deyirlər ki, müəllim, bu ilkin əməlidirmi? Xeyr. Yadınızda saxlayın. Məhdud ümumiləşdirmələr ilkin əməldədir. Şagird bir növ loru dildə desək, ilkin əməldə ağlı kəsmir, hər şeyi bir-birinə oxşadır. Yəni məhdud ümumiləşdirmədir. Ona görə olmaz. Burada olacaq nə? Konkret əməl. Niyə? Çünki konkret əməldə şagird artıq müəyyən bir yaş dövrünə gəlib, müsbət və mənfi anlayışlarını, pis və yaxşı anlayışlarını dərk edir və bir-birindən fərqləndirməyi bacarır. Ona görə burada doğru cavabımız D variantı. İndi gəlin keçək sonuncu testimizə. Bu sualımızda qeyd edim ki, məntiq xətalarla bağlı bir sual tipidir. Şərtdə qeyd olunub ki, sinifi tərk etmək qaydası olduğu üçün müəllim şagirdlərdən stolun ətrafı təmizlənməlidir. Daha doğrusu təmizlənməlidirmi? Soruşur, yəni uşaqlara sual verir ki, yəni bu beləmi olmalıdır? Şagirdin biri isə deyir ki, mən bugün növbətçi deyiləm. Fikir verirsiniz, burada şagird nə edir? Söz oyunu oynayır. Niyə? Çünki müəllim deyir ki, bizim belə bir sinif qaydamız var ki, sinifi tərk etmək. Yəni qaydamızın adı sinifi tərk etmək. Yəni bu sinifi tərk etmək qaydasını edən zaman əvvəlcədən əməl etməli olduqlarımız var. Yəni bunlara əməl etməliyik də bu qaydanı reallaşdırmaq üçün belə deyək. Baxıram ki, müəllim sual verib ki, stolun ətrafı təmizlənməlidirmi? Uşaqlara sual ünvanlayır. Lakin şagird deyir ki, mən bugün növbətçi deyiləm. Müəllim burada şagirdə demədi ki, sən sinifi təmizləməlisən, bunu etməlisən. Müəllim şagirdlərə, ümumiliklə bütün şagirdlərə qaydanı xatırlatdı. Sadəcə şagird buna bir növ adekvat cavab verməkdən, düzgün cavab verməkdən mən deyir ki, növbətçi deyiləm. Növbətçi deyilsən olmadı. Yəni burada nə dəxli? Yəni burada müəllim növbətçi olub-olmamasını soruşmadı axı şagirddən. Ona görə burada söz oyunu oynadığı üçün biz çox mənalı danışmaq götürürük. Doğru cavabımız olacaq. Deməli, baxaq B variantı. Boş adam niyə olmadı? İndi gəlin aydınlıq gətirək digər variantlara. Boş adamda loru dildə desək, həqiqətən boş-boş suallar verir. Deyirik, bu şey belədir, deyir, bəyən mən belə deyiləm. İndi deyəcək ki, müəllim, bu da boş adama oxşayır da. Xeyr, boş adamda sualdır. Burada şagird sual verməyib, konkret deyir, belədir. Yəni boş adamda suallarla bir növ insanı sanki bezdirmək həddinə çatdırır. Yəni boş-boş suallarla. Sonra sirkulyar arqument dediyini təkrar etməkdir. Burada dediyini təkrar eləməyib, ona görə bu da olmadı. Özünü bənzətmə hamının hörmət etdiyi, hörmət edilən bir şəxsə və yaxud tutaq ki, kiməsə bilavasitə özünü oxşatmaq deməkdir. Ona görə bu da olmaz. Şəxsi qərəzlik isə bilavasitə şəxsən edilən qərəzlikdir. Kiminsə şəxsinə olunan qərəzlikdir. Onu bəyənmirsən, onun ideyası yaxşı belə olsa, onun ideyasını da bəyənmirsən. Bax, bu deməkdir. Ona görə bu da olmaz. Doğru cavabımız B variantı. Ümumilikdə qeyd edim ki, məntiq xətalarında adı üstündə xəta. Hamısı xətadır, səhv bir şeydir. Hər bir halda səhvə əsaslanır. Heç biri düzgün situasiya deyil. Yadınızda saxlayın. Bugünlük bu qədər. Ümid edirəm ki, kanalımda yerləşdirdiyim izahların sizə çox demirəm, qismən də olsa bir xeyri, faydası dəyəcək. Və sadəcə bu izahların çoxluğu hər gün yayımlanmasını istəyirsinizsə, sizlər də ətrafınızda olan MİQə, sertifikasiyaya hazırlaşan müəllimlərə mütləq şəkildə bu izahları göndərməyi unutmayın.
Çünki izahların daha çox paylaşılması sizlərin tələbatından asılıdır. Həmçinin də kanala abunə olun ki, izahlar yerləşdiriləndə avtomatik sizlərə bildiriş halında gəlsin. Əlaqə nömrəmiz isə 055 280 59 24-dür. Hal-hazırda yeni açılan sıfırdan bir növ belə deyək ki, proqramı sürətli şəkildə sadəcə sizə lazım olacaq, beyninizi doldurmadan imtahan kontekstini ödəyəcək materiallar əsasında hazırlaşmaq istəyirsinizsə, hələ də gec deyil, dərslərimizə qoşula bilərsiniz. Sizlər də əzbərləmədən kurikulumu mənimsəyə bilərsiniz. Sağ olun, salamat qalın.